Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Kanalımızda hər birinizi xoş gördük. Bugünkü videomda restoran üsulu yumuşaq ətli bilinçiklər hazırlayıram. Bilinçiklərimizin xəmiri üçün 2 dolu stəkan unu, 1 çay qaşığı şəkər tozunu və yarım çay qaşığı duzu bir qaba alıram və bunların üzərinə 1 dolu stəkan ilıq su əlavə edib biraz çırpıcı vasitəsilə qarışdırıram və daha sonra isə 2 dolu stəkan, yəni 200 ml stəkanla ilıq südü əlavə etdim bu qarışımın üzərinə. Daha sonra isə 2 ağlı sarılı yumurtanı və 4 yemək qaşığı duru yağı əlavə edirəm və yaxşı qarışdırıram. Onu da qeyd edim ki, südü əlavə etdikdə biraz xəmiriniz topaçlana bilər, ancaq problem deyil. Yaxşı qarışdırandan sonra xəmiriniz tamam açılacaq. Daha sonra yumurta ilə yağı əlavə edirsiniz üzərinə. İndi isə tavanı qızdırdım, biraz da yağladım ki, ilk dəfə xəmirimi tökəndə yapışmasın. Və tavanın ölçüsünə uyğun bir dolu olmayan çömçək xəmirdən əlavə edib bişirirəm yuxalarımı. Bilinçkin xəmirini qalın bişirmək məsləhət deyil, çünki onları bükəndə xəmir partlaya bilər. Ona görə də çalışıram ki, bilinçiklərimin xəmiri nazik olsun. Dəyərli izləyicilər, zəhmətimizə dəyər verib kanalımıza dəstək üçün abunə olun. Sizin dəstəklərinizi, yorumlarınızı gözləyirik. Siz bilinçki necə hazırlayırsınız? Gördüyünüz kimi yumuşaq xəmirlərim alındı. Əvvəlcədən əti maşından keçirdib, soğanla birlikdə qovurmuşam və duzunu istiotunu əlavə etmişəm. İndi isə 2 dolu yemək qaşığı düyü, bişmiş düyü əlavə edirəm. Elə bu bilinçkin sirri də bundadır. Restoranlarda, toylarda hazırlanan yediyimiz bilinçiklərin tərkibinə düyü də əlavə olunur və həm də bərəkətli olur. İstəyə görə bilinçkin ətinə hər hansı bir göyərti də əlavə etmək olar. Şüyüd, soğan, mən isə sadə ət və düyü ilə hazırlayıram. Bilinçiklərimizin hamısını eyni ölçüdə büküb bir kənara yığıram. Üzəri qurumamış qızardacağam. Əgər axşamdan hazırlayıb sabah qızardacaqsınızsa, üzərini hər hansı streçlə büküb soyuducuda saxlaya bilərsiniz. Səhərə qədər bilinçikləriniz qurumasın. Bilinçikləri yaxşı isinmiş yağda hər iki tərəfini qızardıram. Qazın altını biraz da yendirirəm ki, bilinçiklərimin üzəri tez yanmasın. Əgər ətli işliklə sevmirsinizsə, bunu kəsmikli işliklə də hazırlaya bilərsiniz. Əziz xanımlar, mənim hazırladığım xəmirdən 25 ədəd bilinçik alındı. Bilinçikin tərkibinə qatdığım ərzaqların miqdarını videonun açıqlama bölümündə qeyd eləyəcəm. Dəyərli izləyicilər, videomuzu əgər bəyəndinizsə, bəyən düyməsini basın və kanalımıza abunə olun. Salamat qalın, Allaha əmanət olun. İnşallah növbəti videolarımızda görüşənədək.